Salam dostlar, bugün bizim praktiki ikinci dərsimizdir motorlar haqqında və məndə artıq Simatic Manager açıqdır. Sizdə zəhmət olmasa açın. Kimdə yoxdursa bizim saytdan müraciət edib virtual maşını ala bilər özün üçün. Və biz keçən dərsimizdə artıq motor 1-i əlavə elədik, SVG-ni və operator skin 1-i qurduq və bu dərsimizdə davam edəcəyik. Çalışacağım bu dərs ərzində bu proyekti bitirək. Və açaq bizim SVG-ni. SVG deyirəm, SVC. Nəsə yadımda belə qalıb, SVG kimi. Tak, bizdə burada lazım olacaq, deməli, additional library. Onun üçün də biz keçməliyik library-sə. Və API library. Və burada seçirik block template və burada drive. Tak, drives və seçəcəyik small. Bəzən dostlar bunu əlavə eləyən də bir də görürsünüz ki, tam yerləşməyən də bu sətirlərin bəziləri itirba belə gəlir. Ona görə onu da özünüzü itirməyin. Biraz sağa çəkəndə tam olaraq bütün parametrlər gəlir. Bloku əlavə eləyəndən sonra dostlar bu bloklardan məlumat almaq istəsəz mütləq ki oxumalısınız. Sadəcə bu praktiki dərsdə sizə hardan, hansı blokdan və daha çox istifadə olunan bloklardan məlumat verəcək. Daha bloklardan ətraflı oxumaq üçün, yəni bloklar kifayət qədər çoxdur. Dərs olaraq biz bunu çatdırmarıq. Sadəcə bloklar haqqında məlumatı özünüz oxumalısınız və biz sizə hansı bloklar daha çox istifadə olunur, onlardan məlumat verəcəyik. Deməli, birinci gəlin blokun adını dəyişək, birbaşa qoyaq motor 1. Tak, oku basırıq. Və ikinci bizə lazım olan blok deməli digital input bloku olacaq. Bu blokda yerləşir all blocks FB1871 bloku olmalıdır. FB1871 işte 7. Deməli PS7 digital input olmalıdır blokun adı. Hadi bu blokdur, düzdür. Bloku da əlavə edirik bura. Və görürüz bu blokda artıq məlumatlar itdi, yəni girişlər. Onun üçün biraz sağa çəkəndə görürsünüz ki, o tam olaraq görsənir. Və bu blokun da adını dəyişək dostlar, qoyaq. Deməli motor 1 digital input yerləşməlisə onda digital in və birləşdirməyə başlayaq. Yəni bu hissə uşaqlar sizin sxemdə həmişə yadda saxlayın. Bu hissə sol tərəf. Bizdə olur input tərəf. Və bu tərəf isə output tərəf. Deməli burada sağ düyməyə basırsınız, interconnection to address eləyirsiniz və bizdə yazılan bütün adreslər çıxır. Start M1 seçəcəyik burada. Və təbii ki bir dənə digital output lazımdır bizə motor idarə etmədən sonra. O da burada yerləşir. Bu blokdur. Onu da yerləşdirək bu hissəyə. Tamam, bu yerləşəndən sonra bu hissəni tam bağlaşdıra bilərik. Yox, yenə yerləşmədi, amma ev yoxdur. Və bu blokun da adını dəyişək. Bundan sonra bütün yazılmış SVC-ləri biz kopya eləyəcəyik. Ona görə ən çox işimiz elə bu blokun üzərində olacaq. Bu SVC-nin üzərində olacaq. Digital
Və burada dostlar, deməli biz birləşdirəcəyik start deməli PV ilə. Və bu birləşəndən sonra biz birləşdiririk PV6-la deməli start avtomatı. Tamam, bu da birləşdi. Qalır bizdə birləşdirmə bad blokun, bad siqnalının yaxud da PV6 siqnalını birləşdirəcəyik. Yox, biz çox güman ki, ancaq PV6-u birləşdirəcəyik. Çünki bizdə çıxış üçün bir siqnal yazılmışdı, səhv etməmsə. Deməli, bəli, bir siqnal yazmışdıq ona və onun üçün də giriş üçün amma 2 dənə siqnal yazmışdıq. Ona görə də biz gəlir bir blok da əlavə edək bura, hansı ki motorun stop olduğunu bizə işarə edəcək. Onun üçün də biz gəlin birinci PV6-u birləşdirək. Interconnect to others, motor 1, bəli. Motor 1 running. Və uşaqlar, burada nə edirik? Burada deməli biz götürməliyik eyni bloku. Deməli bir də in. Bəli, bunu götürürük. Yerləşdiririk bu aşağıya. Tam və burada PV-inə biz interconnection to others eləyəcəyik motor 1 stop. Start stop var bizdə düşüb aşağı. Stop M1 və bu siqnalı PV-6-u birləşdirəcəyik, deməli stop 6. Tamam, bu birləşdi. Gəlin bunun da adını dəyişək, qoyaq motor 1 stop. Digital input. Və bizim artıq motorun start və stopu sxemi hazırdır. Və indi biz kompilyasiya eləyə bilərik. Yəni biraz burada səliqəyə salaq buranı. Belə yaxşıdır. Və kompilyasiya edirik və gözləyirik ki, kompilyasiya uğurlu keçsin. Generate model və ok. Bəli dostlar, kompilyasiya bitdi. Bizdə bir warning var. O bizə heç bir maneçilik törətmir və mən bu sxemə yenidən baxdım. Belə bir şey gördüm. Biz əslində motor işləyəndə motorun həqiqətən işləməsini görməyəcəyik. Ona görə gəlin belə bir məsələni eləyək. Deməli, motorun feedbackindən, digital out'un feedbackindən biz motor idarəetmə blokuna siqnal göndərə bilərik. Motor run olunanda bu siqnaldır, səhv etməmsə. Bunu birləşdirə bilərik buranın çıxışı ilə. Onun üçün də bura basırsınız, bir dəfə klik edirsiniz və PV6'a basırsınız və artıq out'dan bizə motorun FBK run'la, feedback run'a siqnal gələcək və bu siqnaldır. Yenidən kompilyasiya edəcəyik. Sadəcə burada change only seçərsiniz və ok düyməsini basarsınız. Bəli dostlar, bizim warningimiz də etdi və close-u basırıq. Bu bloku bağlayırıq və bütün blokları indi kopya edəcəyik. Bundan sonra qaydaq skala 1'ə kopya edirik. Birini görsəcəm, o birlərin hamısını özünüz eləyərsiniz. Yəni sadəcə kopya edirsiniz, paste edirsiniz. Adını dəyişin burada. Motor 2 qoyaq bunun adını. Motor 2 və bu FCC-yə girib CFC-yə girib burada deməli bir burada dəyişiklik edəcəyik.
motor 2 digital input ok, sonra burada interconnect to address deməli seçəcəyik start M2 və burada deməli seçəcəyik stop M2-ni stop M2 bunu da dəyişirik. Motor 2 stop. Burada da dəyişək buranı. Motor burada ad qoymamışıq. Gəlin qoyaq burada. Motor digital out 2 eləyək buranı. Ok. Və burada da interconnect to address motor 2 running. Və yeni kompilasiya eləyirsiniz. Yadınızdan çıxmasın. Change only. Ok. Bəli dostlar, kompilasiya bitdi artıq. Heç bir error çıxmadı və warning çıxmadı. Siz də 16 motorun 16'sını da əlavə eləyin. Olsun sizin bu da tapşırığınız. Həm əliniz öyrəşsin, həm də gözünüz artıq interfeyslə daha yaxın tanış olsun. Çox sağ olun. Növbəti dərsdə biz artıq Winsin üzərindən motorları start stopunu yoxlayacağıq. Çox sağ olun, təşəkkür edirəm.